Hörmətli izləyicilər, əziz dostlar, bugünkü soyuducumuz Nofros soyuducudur. YouTube kanalımızda müştəri yazıb ki, usta, hansı soyuducunu alsaq məsləhətdir? Yəni, bu soyuducu məsələsi elə bir şeydir ki, vəbşə elektronika, elə bir şeydir ki, elektronika, yəni aldığın %100 yaxşı çıxacaq da deyə bir şey yoxdur. Amma sadəcə biz burada bugün nəyi müzakirə eləyəcəyik? Hansı, yəni, bugün sabah 3 il, 5 il işləyəndən sonra hansı bizə baha başa gələr, hansı bizə daha çox pulumuzu aparır, o müzakirə eləyəcək. Baxın, mən bundan qabaq zaten videoda Nofroz, Defrozu başa saldı. İndi bu soyuducumuz Nofrozda. Nofrozda, bax, komponentlər çoxdur. Nədir? Nofroz dediyimiz nədir? Bu hissədə donma prosesi gedir və ventilator işləyir. Həm aşağını soyudur, həm də bu gördüyünüz bu deşikdən, bu bacadan yuxarıya hava vurur. Yuxarıya hava vurur, soyma bunun nəticəsində olur. Və bu soyuducunun da dayanmaq üçün termostatı buradadır, yəni budur. Bu gördüyünüz detal termostatdır. Bu elə ki görür ki, aşağıda -17 dərəcə soyuqluq var, dayanır. Və müştərinin sualı odur ki, yəni bu necə seçək? Yəni bu bilinci Nofros soyuducular da biraz xərc çoxdur. Niyə? Bax, bugünkü soyuducumuzun problemi odur ki, bu soyuducu, Nofros soyuducu dediyimiz budur. Bax, bu, belə desək, beynidir bunun. Nədir? Beyin dediyimiz problem nə işə yarır? Bu, hər 8 saatdan bir, buradakı gördüyünüz spiralı gözünüz tok birləşir. Buradakı gördüyünüz spirala tok verir hər 8 saatdan bir. Və buradakı buza əridib töküləndi. Elə ki töküldü, buz qutardı burada. Və bunun hesabına, bax bu görürsünüz bir metaldır. Bir metalın hesabına, bir metal buna komanda toku aralayır və buradakı toku kəsir. Ondan sonra başlayır yenidən ventilator işləməyə və donma prosesi yenə getməyə, ondan sonra istirahətə çıxır. Yenə hər 8 saatdan. Gündə yəni 8 saat bu problemlər şey eləyir. Amma indi məsələ budur ki, yəni Nofros soyuducularda xərc çoxdur. Bax, bu soyuducumuzun problemi. 1. Bir metal xarabdır. 2. Timer xarabdır. Soyuducunun taxırıq toka heç bir şey yoxdur. Yəni reaksiya yoxdur, işləmir. Bu da komanda vermir. Bu da xarabdır. Ventilator işləyir. Və ən böyük problemlər həm dəyişməsi problem, həm də detalın özü bahadır. Bu spiral xarab olub. Spiral xarab olub, ona görə soyuducu buz bağlayır. Müştəri bir həftədən bir açır, nəbin fenlə eləyir, əridir bir də. Yəni bu iş deyil də. Ona görə yəni bilin. Yəni xərc cəhətdən Nofroz daha xərcli olur. Təşəkkür edirəm, çox sağ olun, minnətdarım.